Bakı və İrəvan arasında sülh artıq baş tutub. Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək. Azərbaycan ərazisinin Naxçıvanla birləşməsi Əsədov. Türkiyə və Azərbaycanla bağlı bunu etməyə hazırıq. Paşinyan. Arayik, Bako və Mehdiyev hansı sirri aça bilər? Azərbaycanın gözlədiyi xəbər. Bugün Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verildi. Bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Estoniya Respublikasının Xarici İşlər Naziri Margus Tsakna ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvinə dair birgə müraciətin əhəmiyyəti qeyd edilib. 8 avqustdan sonra prosesin müsbət nəticələrini görməkdəyik. Prezidentin Vaşinqtonda qeyd etdiyi kimi, bizim üçün sülh artıq baş tutub. Baş verənlər məhz onun təsdiqidir. Minsk qrupunun dekabrın 1-nə kimi tam ləğvi baş tutacaq. Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib. Bütün bunlar trip marşrutu proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq. Baş nazir vurğulayıb. Nikol Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir. Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik. Ermənistan rəhbəri əlavə edib. Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir. Bu sözləri Baş nazir Əli Əsədov Tiflisdə 5-ci İpək yolu forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminik ki, cari ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut orta dəhlizin mühüm segmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir. Ermənistan, Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan 5-ci Tiflis İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib. Biz bugündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təkcə siyasi cəhətdən yox, həm də texniki cəhətdən təmin etməyə hazırıq, Baş nazir qeyd edib. Keçmiş hakim Kamal Əliyev prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı prosesdə adının hallanmasına münasibət bildirib. O, Mehdiyevlə əlaqəsinin olmadığını deyib. Məlum olduğu kimi, Kamal Əliyev Tərtər işi ilə bağlı verilən qərarlara görə məhkəmə sistemindən uzaqlaşdırılıb. Bir müddət əvvəl keçmiş deputat Elton Məmmədov da onu Tərtər işi ilə bağlı qərar verməkdə, eləcə də sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov və Ramiz Mehdiyevlə əlbir olaraq hərbçilərə zülm etməkdə ittiham etmişdi. Tərtər işi çərçivəsində casusluq iddialarına görə Bakıdakı separatçıların da mühüm faktları aça biləcəkləri deyilir. Bu prosesdə Ramiz Mehdiyev və keçmiş qondarma rejimin liderləri Arayik Artyunyan Tərtər işi ilə bağlı dindirilə bilərmi? Qlobal infaza danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə adı çəkilən şəxslərin dindirilməsi mümkündür. O qeyd edib ki, bu Tərtər işi də daxil olmaqla bir çox məsələləri əhatə edə bilər. Tərtər işi artıq çox mürəkkəb və həssas bir məsələyə çevrilib. Bu mövzu bəzən Azərbaycan dövlətinə qarşı, hətta Azərbaycanın hərbi siyasi qələbəsinə kölgə salmaq məqsədi ilə istifadə olunur. Bildiyimiz kimi, dövlətimiz bu iş üzrə istintaqı yenidən aparmağa qərar verdi. Nəticədə bir çox şəxs bəraət aldı, bəzi şəxslər isə məsuliyyətə cəlb edildi. Bu faktlar göstərir ki, məsələ dövlət üçün ciddi əhəmiyyət kəsb edir. Bununla belə daxildə və xaricdə müəyyən qüvvələr mövcud hadisədən dövlətimizə qarşı istifadə etməyə çalışırlar. Təəssüf ki, bu qüvvələr arasında ölkə daxilindən
olanlar da var. Ermənistan tərəfi də zaman-zaman məsələdən manipulyasiya məqsədi ilə istifadə etməyə cəhd göstərir. Əlbəttə, bütün bunlar Azərbaycanın qələbəsinə və ərazi bütövlüyünün bərpasına kölgə sala bilməz. Lakin hələ də mövzu ətrafında fərqli və bəzən təxribat xarakterli fikirlər səsləndirilir. Xəyal Bəşirov sabiq deputat Elton Məmmədovun dediklərinə belə münasibət bildirib. Elton Məmmədov bir vaxtlar Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMİA-da fəaliyyət göstərib. Sonradan münasibətlərində ziddiyyətlər yaranıb, mövqeləri toqquşub. Hazırda Vəkillər Kollegiyasının üzvü olan Kamal Əliyev də vaxtilə hakim olub və bu məsələ ilə bağlı sərt açıqlamalar verib. Bu isə göstərir ki, hətta eyni komandada yer alan şəxslər belə müəyyən mərhələlərdə bir-birinə qarşı mübarizə aparıblar. Azərbaycan Dövləti İstintaq orqanları və Bakı Hərbi Məhkəməsi üçün dövlət maraqları nə tələb edirsə, bu istiqamətdə zəruri suallar həmin şəxslərə verilir. Ehtimal olunur ki, sualların bir qismi artıq ibtidai istintaq mərhələsində verilib. Çünki Arayik Artyunyan, Bako Sahakyan, David İşxanyan və digərləri ilə bağlı həmin şəxslərin məlumatlı olmaması inandırıcı görünmür. Onların ən azı bu şəxslərin fəaliyyəti barədə məlumatlara malik olduqları ehtimal edilir. Ekspert qeyd edib ki, hazırda istintaq davam etdiyindən bəzi məlumatlar ictimaiyyətə açıqlanmır. İstintaq sirrinin qorunması hüquqi baxımdan vacibdir. Həmçinin hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin işi üzrə məhkəmə istintaqı gedir. İfadələri alınır, şahidlər dindirilir. Bu mərhələdə tərtər işi ilə bağlı onlara sualların verilməsi mümkündür. Əgər bu dindirmələr qapalı keçiriləcəksə, ictimaiyyət bununla bağlı hələlik məlumat ala bilməyəcək. Amma məhkəmə yekunlaşdıqdan və hökm elan edildikdən sonra cəmiyyətə rəsmi məlumat verilə bilər. Bununla yanaşı ola bilər ki, məhkəmə prosesi artıq keçiriləcək və istintaqın bu hissəsi ilə bağlı ictimaiyyət dərhal məlumatlandırılacaq. Xəyal Bəşirov hesab edir ki, tərtər işi ilə bağlı adı çəkilən şəxslərə sualların verilməsi real ehtimaldır və onların cavabları indiyədək məlum olmayan faktları üzə çıxara bilər. Bu, həm bizə qarşı tərtər işindən istifadə edən qüvvələrin əsl niyyətlərini ifşa edə bilər, həm də məsələnin özündə gizli qalan məqamların aydınlaşdırılmasına yardımcı olar. Unutmaq olmaz ki, cinayət proseslərində əsasən ibtidai istintaq zamanı cavabı tapılmayan suallar məhz məhkəmə istintaqı zamanı cavablandırılır. Bu baxımdan qeyd olunan ehtimallar tamamilə əsaslıdır.